Bu tip xəbərləri qaçırmamaq üçün kanalımıza abunə olun. Paytaxt Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, bəzi ərazilərdə qısa müddətli yağış yağacağı ehtimal olunur. Səhər saatlarında zəif duman müşahidə edilə bilər. Gün ərzində mülayim şimal-qərb küləyi əsəcək, bəzi anlarda küləyin sürəti arta bilər. Temperatur gecə saatlarında 9-12 dərəcə isti, gündüz isə 15-18 dərəcə isti təşkil edəcək. Gəncə və ətraf bölgələrdə hava əsasən buludlu olacaq. Günün ikinci yarısında bəzi yerlərdə yağış ehtimalı var. Daha ətəyi ərazilərdə yağışın qısa müddətli intensivləşməsi mümkündür. Temperatur gecə 8-11 dərəcə isti, gündüz 16-20 dərəcə isti olacaq. Qarabağa və Şərqi Zəngəzur iqtisadi rayonlarında hava şəraiti qeyri-sabit keçəcək. Gün ərzində fasilələrlə yağış yağacağı, yüksək dağlıq ərazilərdə isə qar ehtimalı istisna olunur. Bəzi yerlərdə duman və zəif külək müşahidə ediləcək. Temperatur gecə 5-9 dərəcə isti, gündüz isə 12-16 dərəcə isti olacaq. Şəki-Zaqatala bölgəsində hava əsasən yağışlı olacaq. Ayrı-ayrı yerlərdə leysan xarakterli yağıntı, şimşək və dolu ehtimalı var. Dağlıq ərazilərdə qar yağması mümkündür. Temperatur gecə 6-10 dərəcə isti, gündüz 13-17 dərəcə isti təşkil edəcək. Quba-Xaçmaz bölgəsində hava dəyişkən buludlu, bəzi yerlərdə isə yağışlı keçəcək. Xüsusilə dağlıq ərazilərdə yağıntının daha intensiv olacağı gözlənilir. Səhər saatlarında duman ehtimalı var. Temperatur gecə 4-8 dərəcə isti, gündüz 14 dərəcə isti olacaq. Lənkəran-Astara bölgəsində hava əsasən yağışlı keçəcək. Yağıntının bəzi yerlərdə güclü olacağı ehtimal edilir. Rütubətli hava şəraiti üstünlük təşkil edəcək. Temperatur gecə 9-13 dərəcə isti, gündüz 14-18 dərəcə isti olacaq. Aran rayonlarında hava dəyişkən buludlu olacaq. Bəzi yerlərdə qısa müddətli yağış yağacağı gözlənilir. Külək arabir güclənə bilər. Temperatur gecə 10-14 dərəcə isti, gündüz isə 18-22 dərəcə isti təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında hava əsasən quru və mülayim keçəcək. Gün ərzində az buludlu hava müşahidə olunacaq. Lakin bəzi dağlıq ərazilərdə qısa müddətli yağış mümkündür. Temperatur gecə 7-11 dərəcə isti, gündüz isə 20-25 dərəcə isti olacaq. Ümumilikdə 24 aprel tarixində Azərbaycanda hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi bölgələrdə yağış, dağlıq ərazilərdə isə qar ehtimalının olduğu gözlənilir. Xüsusilə sürücülərə və kənd təsərrüfatı ilə məşğul olanlara ehtiyatlı olmaları tövsiyə olunur. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Daha çox hava proqnozu və gündəlik xəbərlər üçün kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.